Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Təzə Şəmkir avtovağzalına çox yaxın bir ərazidə, çox yaxın sözün həqiqətin belədir. Deməli, sənəddə 3,85 göstərilib, ancaq mənə deyilənə görə pafaktur 5 sota yaxındır, yəni 4,5-dən çoxdur. Qarşıda gördüyünüz belə bir 2 mərtəbəli həyət evi satılır. Sənədi çıxarışdır, yəni evin öz sənədi. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bundan başqa, yəni texpasportunda mən şəxsən özüm baxdım, ipotekaya yararlıdır. Qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax, bu otaqların sayını indi mən sizə ardıcıl deməliyəm. Hal-hazırda darvazadan giriş hissəsini görürsünüz. Bax, qarşıda deməli, qarşıda mətbəxdir. Bax, burada bir otaqdır, 4-ün 5-ə. Birinci mərtəbədə olan hamamdır. Bax, hamam necə görürsünüz, bu cürdə var. Aristondur stil sistemi. Bax, bura yenə də hamama aiddir. Bax, Qladovka kimi də başa düşmək olar. Yenə təkrar edirəm. Gəncə Şəmkir avtomagistral yoluna yaxın bir ərazi, hədsiz dərəcədə yaxın, hədsiz dedikdə, yəni 100-dən 150-yə, bax bu sözdə dedim. Bura isə otaqlardan biridir, eyni cür obyekt kimi də başa düşmək olar. Yəni, bu cür dedim. Bura isə deməli, hal-hazırda birinci mərtəbəni görürsünüz. Yenidən mən sizə birinci mərtəbənin, deməli, navesin alt hissəsini göstərirəm. İnsə bağçasına çıxıram. Bağçasında təxminən 15-dən çox ağac növü var. Bax, bağçasını görürsünüz. Deməli, bağçasının qabaqda baseyni görmək olar, görmək mümkündür. 15-dən çox ağac növü var. Bax, bura deməli, ikinci mərtəbəni görürsünüz. Eyni zamanda gördüyünüz kimi, deməli, bu həyət evinin üç tərəfdən böyük hasarı var. 2 tonluq yenidən su bakını görmək mümkündür. İnsə ikinci mərtəbəyə çıxıram. Bildiyiniz kimi, Təzə Şəmkir avtovağzalına, yəni qərb rayonlarımıza gedən avtobusların son dayanacağıdır, yaxud ilk başlanğıcıdır. Bax, bu cür dedim. Bundan başqa 11, 9, 23, bir də orada bir avtobus olmalıdır. Bax, həmin marşrutlar deməli Təzə Şəmkir avtovağzalına işləyir. Burası otaqlardan biridir. Ümumi sahəsi deməli, belə deyim də sizə 98,5-dir. Ancaq belə ümumi 301-dir. Burası ikinci mərtəbədə olan hamamdır. Bax, belə bir həyət evinin qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax, bura ikinci mərtəbədir. Burada bir otaqda etmək mümkündür. Yəni, ancaq bax, bu cürdür. Zalını görürsünüz, bax, belədir. Burada böyük bir otaqdır, poldur, taxtası, 2 qat kubiklə hörülür, kürsülüdür. Yenidən mən sizə, deməli, ikinci mərtəbənin otaqlarından birini göstərdim. Bax, bu haradasa 5-in 6-yadır, yəni böyükdür. Bura isə yenidən həmin ölçüdədir. Bax, belə bir həyət evinin qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm, deməli, Gəncə şəhərində yerləşən Təzə Şəmkir avtovağzalına çox yaxın bir ərazidə yerləşir. Bundan başqa evin sənədi çıxarışdır. Yəni, asan xidmətdə alqı-satqıya gedən sənəddir, ipotekaya yararlıdır. Bax, belə sizlərə uğurlar.